bədənimizdəki ən sərt maddə diş minası, yəni dişin xaricdən görünən hissəsidir. Belə ki, bu maddə hidroksiapatit kristalları adlanan mineral maddələrdən təşkil olunur. Onun da böyük hissəsini çox möhkəm minerallardan və yaxud da duzlardan hesab olunan kalsium karbonat təşkil edir. Diş minasında canlı hüceyrələr, sinir hüceyrələri və yaxud da qan damarları yoxdur. Sadəcə minerallardan təşkil olunur. Onu qidalandıran və eyni zamanda dişin xaricdən görünən rəngini formalaşdıran, onun altında yerləşən dentin təbəqəsidir. Dişlər məhz bu sərt mina təbəqəsi sayəsində gündəlik olaraq qida maddələrinin çeynənməsi zamanı yaranan təzyiqə tab gətirə bilir. Mina təbəqəsinin digər özəl xüsusiyyəti ondan ibarətdir ki, hər insanda mina təbəqəsində olan naxışlar və onun quruluşu, eyni zamanda minanın konturu unikaldır və bu da məhkəmə proseslərində şəxsiyyətin identifikasiyası üçün istifadə olunur. Mina təbəqəsində canlı hüceyrələr olmadığından dolayı onda digər toxumalarda olduğu kimi regenerasiya prosesi, yəni yenilənmə baş vermir. Ona görə də dişlərdə çürümə prosesi başladığı zaman dişlərdə yenidən bərpa mümkün və yaxud da mövcud olmadığı üçün müalicəsi digər formada, yəni süni şəkildə aparılır.